Ramazan ilk videosuyla salamlayıram sizi qızlar, necəsiz, hər vaxtınız xeyir olsun. Mən təheccüd namazını qıldım. Daha sonra sübh namazını yatıb qaldığım üçün ona görə də qəzaya qaldı. Daha sonra həmin günü qıldım qəzasını və sonra imsak üçün, qaynanam üçün yumurta qoymuşdum. Özüm imsakdan öncə yemək yediyim üçün tox idim. Artıq bir dənə özüm üçün qoydum, bəlkə yeyərəm deyə tox idim deyə yemədim. Daha sonra hamımız bir yerdə getdik gəzməyə. Qızımla parkda gözəl-gözəl, çoxlu oynadıq. Daha sonra getdim marketə və tərəvəz mağazasına lazım olanları aldıq, gəldik evə. Bu səs yazmanı aldıqlarımızı göstərməmişdən öncə qeyd edirəm, çünki video qısa olduğu üçün səs yazmanı, uzun səs yazmanı eləmək mümkün deyil. Ona görə də öncədən qeyd edirəm səs yazmanı. Və sonra qaynanam rayondan gələndə xoruz gətirmişdi və həmin o xoruzu iftar üçün hazırlamağa başladım. Doğradım, yudum, qoydum bişməyə və yeməyin bişirməyini davamını qaynanam davam elətdirdi. Və daha sonra mən getdim ikinci və əsr namazını qılmağa və sonra yeməyimiz bişdi, iftara hazırlaşdıq və orucumuzu açdıq. Allah hər kəsin orucunu qəbul etsin, Allah hər kəsin ibadətlərini qəbul etsin, amin. Və iftardan daha sonra namazı qılmağa qərar verdiyim üçün, düşündüyüm üçün qəzaya qaldı. Gərək orucumu açandan sonra yemək yeməmişdən öncə namazımı qılardım və daha sonra yeməyimi yeyərdim. Çünki iftardan sonraya qaldığı zaman qəzaya düşdü. Gecə oldu iftarımı eləyənə kimi. Sonra onu yatsı namazında qəzasını qıldım. Həm axşam namazının qəzasını, həm də sübh namazının qəzasını. Və sonra çayımızı içdik. İftardan sonra mən 3 stəkan çay içdim, amma ard-arda yox, ara-ara zamanla belə. Və sonra yatsı namazımı qıldım. Dediyim kimi axşam və sübh namazımın da qəzasını etdim. Bu qədər. İzlədiyiniz üçün təşəkkür edirəm. Ramazan vlogunun davamı gələcək. Özünüzə yaxşı baxın. Sağ olun.